Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Əməkdar artist Mehriban Xanlarova caduya inandığını bildirib. Baku Əs xəbər verir ki, o bu barədə qonaq olduğu Egin ortası verilişinə qonaq olarkən bildirib. İfaçı qeyd edib ki, o cadunun varlığına özü şahid olub. Bəlkə də indi cəmaət baxanda deyəcək ki, bu cahildir. Gör hansı dövrdən qalıb. Amma mən caduya inanıram. Eybi yoxdur. Mənə nə deyirlər desinlər. Lakin mən şəxsən cadunun varlığına inanıram. Eşitmişəm. Biri deyib ki, qoy ölsün, biri də deyib ki, teatrın küncündə qalsın, rol verməsinlər. Yeri gəlsəm, o insanların əlindən tutub çörək vermişəm. Kimsə sakit oturanda bu o deməkdir ki, onu vurmaq lazımdır. O qədər vurublar ki, kürəyimdə yer yoxdur. Anadolu Ateşi'nin unudulmaz rəqqası Survivora yarışması ilə tanınan Hasan Yalnızoğlu ötən il xərçəng xəstəliyindən vəfat edilmişdi. Big Aza xəbər verir ki, Acun Ilıcalı onun qızının təhsil xərclərini öz öhdəsinə götürüb. 8 yaşlı qızın universitetə qədər bütün təhsil xərclərini Acun Ilıcalı qarşılayacaq.